İlk önce özünüzü təqdim edin. Mən Salahov Asma Rövşənoğlu, Asis Qrup MMC-nin rəhbəri, təsisçisi və direktoru. Şikayətiniz nə ilə bağlıdır? Bu gün həbsi Gəncə Apellyasiya Məhkəməsinə nə ilə bağlı gəlmişsiniz? Gəncə Apellyasiya Məhkəməsinə onunla bağlı gəlmişik ki, 2024-cü ildə Hacı Ramazan Mirzəyev el arasında tender kural kimi tanınan Hacı Ramazan Mirzəyev tərəfindən mənə və şirkətimə qarşı olan dələduzluq, mənimsəmə, hədə-qorxu və onun əlaltıları tərəfindən Məmmədov Eldar Mehdiroğlu, keçmiş güc struktur əməkdaşı olan Fərəməz Ələsgəroğlu tərəfindən olan cinayət faktorlarını örtbasız etdikləri üçün və şikayətlərimizə heç yerdə baxmadıqları üçün bütün orqanlara müraciət etməyimizə baxmayaraq, bütün orqanlarda işimizi bağladıqları üçün YouTube kanalında öz fikirlərimizi ifadə edərək şikayətimizi bildirdik və xüsusi ittiham qaydasıyla Hacı Ramazan Mirzəyev və onun köməkçisi Məmmədov Eldar Mehdiroğlu hal-hazırda bizi Gəncə Şəhər Apellyasiya Məhkəməsinə vermişdi. Bir ilə yaxın proses getdi. Hakim ədalətli qərar qəbul etdi. Onları qane etmədiyi üçün yenidən Apellyasiya Məhkəməsinə verib məni həbs etdirməyə cəhd göstərirlər ki, səsimi kəsələr. Siz efir vasitəsindən bildirdiyiniz, irəli sürdüyünüz ittihamların sübutları və faktları mövcud deyildi ki, bunlar bu cür iddia ilə məhkəməyə müraciət edir. Bütün danışılan, çıxışında danışılan və iddia ərizəsi olaraq müraciət etdiyim, şəhid ərizəsi olaraq müraciət etdiyim bütün qurumlarda da bütün şəhid ərizələrinin altına da qeyd olunur. İmzamı da atmışam, möhrümü də vurmuşam. Hər şeyin rəsmi və qeyri-rəsmi bütün sübutları mövcud. Lakin buna baxmayaraq bəzi məmurlarını deyim, güc strukturlarını deyim, bu adama havadarlıq edir. Ona görə də bizim səsimizi eşidən yox. Səhv etmirəmsə, sizin qalmaqalınız 2024-2025-ci illərə təsadüf edirdi. Bu zaman çərçivəsində də sizin kommersiya məhkəməsində şikayətiniz var idi. Və məhkəmənin də sonu barışığı əldə edilməsi üçün vaxt verilmişdi sizə. O məhkəmə ilə bağlı nə baş verdi? 2024-cü ilin dekabr ayına qədər məhkəmə çəkdi, təqribən sentyabr aylarından. 2024-cü ilin dekabr ayında kommersiya məhkəməsi işi donduraraq baş prokurorluğa məhkəmə nəzarəti qaydasında işin verilməli olduğunu və işin kommersiya məhkəməsi mahiyyətindən çıxdığını bəyan etdi Ülkər Hakim Həsənova və təklif etdi ki, işi verək baş prokurorluq istintaq idarəsi araşdırılsa məhkəmə qaydasında. Hansı sənədlərə əsasən bunu hakim irəli sürdü? Çünki orada bizə yazdırdıqları, hədə-qorxu ilə yazdırdıqları dövlət büdcəsini tanıma məqsədi daşıyan elektron qayma fakturaları var idi ki, 1 manatlıq malı 100 manata məsəl üçün yazmağımızı tələb edirdilər. 1-ə 10 qat. Bəli, 1-ə 10, 1-ə 100 elə mal var 1000% marja ilə. Biz onu yazmaq istəmədikdə zaten bu problemlər baş verdi. Hədə-qorxu faktları. Mənim 2 ədəd avtomobilim əlimdən aldılar. Həmin o polkovnik Fərəməzov evimi əlimdən aldılar. 105 min nəqd vəsaitimi mənimsədilər. Bunların hamısının sübutu faktı var. Yazışma formasında da var, rəsmi sənəd formasında da var. Bütün nə danışıramsa hamısının rəsmi sənədi var. Lakin məhkəməyə təqdim etdiyiniz rəsmi sənədlərə əsasən hakim qərar verdi ki, bu məsələ artıq cinayət predmeti daşıdığı üçün baş prokurorluqda bu araşdırılmalıdır. Mütləq şəkildə araşdırılmalıdır, çünki kommersiya mahiyyətindən çıxır. Borc təsdiqlənir, tamam. Daşıma sənədləri və s. və ilaxır hər şey var. Sadəcə cinayət faktoru olduğu üçün prokurorluğa getməlidir və araşdırma tələb edir məsələ. Orada qərar qəbul olunandan sonra, cinayətkarlar tutulandan sonra prosesə yekun qərar veriləcək deyə bəyan etdi. Biz razılaşdıq, ancaq buna baxmayaraq bir proses vaxt verdi ki, bəlkə öz aranızda razılığa gələsiniz. Yəni barışıq olar. Həmin gün Hacı Ramazan mənə səs göndərərək WhatsApp platforması vasitəsilə səsi də durur. Dəvət elədi ki, gəl aydınlaşdıraq, mən səni tanımıram, məndə olan məlumata görə sən mənim işçim Eldarla işləmirsən, gəl görək kim haqlıdır, kim haqsızdır. Və mən o görüşə getdim, orada hər şey ayan oldu, sübut olundu və o tapşırdı ki, mənim pulumu ödəsinlər. Yəni bir növ məhkəmə yolundan yox, qeyri-rəsmi barışıq formasında. Və 128 min manat bizə kasa mədaxil qəbzi ilə vəsait ödənildi öncədən ki, şikayətinizlə geri çəkin, gəlin yerdə qalan pulunuzu da qəpiyinə qədər alın.
Ümumi ortada yaranan zərər nə qədərdir? 813.671 min manat rəsmi verdiyi məhsulun, qida məhsullarının dəyəridir. 220 min manat əlindən alınaraq mənimsənən əmlaklar və nəqd pul vəsaitidir. 134 min manat onların hərəkətlərinə 220 min hədə qorxu ilə alınıb sizdən. Bəli, bəli. 2 ədəd avtomobildir, 1 ədəd evdir, 75 min manat, 40 min manat avtomobildir və 105 min manat nəqd vəsaitdir. 220 min toplam vəsaitdir. Və 134 min manat bu şişirdilmiş qaymələrlə bağlı vergi bizə cərimə tətbiq elədi. Ondan əlavə borclu olduğumuz şirkətlər bizi müflis elədi bizi də adam. Adam bizi müflis elədi, məni verib hal-hazırda. Həmən Ramazan Mirzəyevin köməkçisi Eldar. Bəli, Hacı Eldar Məmmədov Mehdioğlu və Ramazan müəllimin də bu məsələdən xəbəri var. Özümlə 3 dəfə, 4 dəfə görüşmüşəm. Lakin sonda dedi ki, o Eldarı da sən, mən 128 min verdim ki, mənim adımdan haqsızlıq olub. Çünki bütün hərəkətlər Ramazan müəllimin adı ilə edirdi ki, onun diktəsi ilə edirəm. Mənlik bir şey yoxdur, mən heç kiməm. 128 min ödədikdən sonra da mənə bildirdi ki, o Eldarı da sən, get nə bilirsən, onu da et. Qovmuşam onu buradan, məni də alladı, pulumu yeyib, sənin də malını yeyib. Ancaq həmin Məmmədov Eldar hal-hazırda məhkəməyə gəlir iştirak üçün. Yəni bu dəqiqə ştatkada da köməkçi vəzifəsində işləyir. Hələ də yanındadır. Yəni Ramazan Mirzəyev sizə onu işdən qovduğunu desə də rəsmi şəkildə də rəsmi şəkildə Eloba GSC-nin əməkdaşıdır. Menecer vəzifəsində çalışır ştatkada, amma sağ əlidir, müavinidir. O tenderləri Eloba GSC ilə udublar, qapalı səndə zəmin. 723.671 min manat Bakı Abşeron üzrə Eloba GSC 35 milyon 400 min tender udmuşdu. Bizə aldılar orada duru yağ, borclu qaldıqları məbləğ duru yağ və meyvə şirəsidir, natura meyvə şirəsi. Digər 90 min manatı isə onlar Cənub zonası da onlar udmuşdu. Zaten bütün Təhsil Nazirliyinin bütün tenderlərini onlar udurlar. Tikintisini də, qidasını da, dövlət uşaq bağçalarını da, universitetlərin də, bütün Təhsil Nazirliyinin bütün tenderləri onlardan. Başqa ikinci şəxs udmur. Və 90 min manat da banan alıb vermişik. Salyanda yerləşən Biznesnay MMC, o da Hacı Ramazana məxsusdur. Kənardan idarə etdiyi bunun kimi 100 dənə şirkəti var, amma Eloba GSC birbaşa özünə məxsusdur. Direktoru da Niftəliyev Vüsal Maşallahoğlu öz bacısı olub. İndi hal-hazırda Gəncə Apellyasiya Məhkəməsində sizin Eldar, Hacı Eldarla məhkəmə çəkişməniz gedir və hazırda xüsusi ittiham qaydasında verilmişsiniz. Bəli, veriblər ki, məncə onlara böhtan atıram, şər atıram və xüsusilə ağır cinayət törətməkdə təqsirli bilirəm, ittiham edirəm. Onunla bağlı xüsusilə ittiham qaydasında məhkəməyə verib, bundan qabaq Gəncə şəhər məhkəməsinə vermişdi. Orada istədikləri nəticəni almadılar. Çünki istəyirlər ki, məni tutursunlar 2 ilə qədər və azadlıqdan məhrum etməklə mənim ağzımı yumursunlar. Ancaq bunu bilməklərini istəyirəm ki, nə qədər ki nəfəs alıram, öz haqqımı alana qədər dayanmayacaq. Hacı Ramazan da bilsin, Hacı Eldar da bilsin və digər o əl-altıları olan Fərəməz keçmiş MTN əməkdaşı polkovnik Fərəməz orada bilsin və digərləri də. Mən ədalətin bərpa olunacağına inanıram. Dövlət güc strukturlarına və Cənab Ali Baş Komandana güvənirəm. Bilirəm ki, o haqsızlığa heç vaxt yol verməz və ədalətli şəkildə bu məsələ öz aydınlığını tapar. 2 il, 2 aydır ki, artıq mübarizə aparıram. Cənab Prezidentə onlarla məktub göndərmişəm, telegram cavabları da var əlimdə. Xanıma, Mehriban xanıma, birinci xanıma dəfələrlə göndərmişəm, təqribən 45-ə yaxın. Ancaq buna baxmayaraq hələ ki təəssüf keçdi nəticələr. Aydındır, bir sahibkar olaraq zərər çəkmiş qismindəsiz hal-hazırda. Və şirkətlər də məni məhkəməyə verib, adını çəkdiyim zərərlərdən əlavə şirkətlərin mənə verdiyi məhkəmədə 10% də əlavə vergi icra öhdəliyim yaranır. Yəni adamın yeganə məqsədi məni tutturmaqdır ki, pul məsələsi bağlansın, ümumiyyətlə bu söhbət dayansın. Efir vasitəsindən sonunda kimə müraciət etmək istəyirsiniz? Cənab Prezidentə müraciət etmək istəyirəm. Cənab Prezident, hörmətli Ali Baş Komandan, dəfələrlə sizə müraciət etmişəm rəsmi qaydada, onlayn qaydada, Azərpoçt vasitəsilə və digər bütün mövcud üsullar vasitəsilə. Ancaq təəssüf ki, heç bir xəbər ala bilməmişəm. Mən inanıram ki, sizin bu mövzudan xəbəriniz olmayıb ümumiyyətlə.
Əks halda öz ədalətinizi göstərərdiniz. Artıq dərəcədə xahiş edirəm sizdən mənim başıma gətirilən bu haqsızlığa, bu cinayətlərə, bu mənimsəmələrə, bu özbaşınalıqlara, bunun kimi şəxslərə tender kralı adını vermiş özünə tender kralı adı vermiş Hacı Ramazan kimi şəxslərə himayədarlıq edən məmurlara, güc strukturlarına, yəni necə deyim sizə, bir kömək edin bizə. Bunlara bir cavab verin. Dəmir yumruğunuzu göstərin bunlara. Bu qədər haqsızlıq olmaz. Sağ olun. Hal-hazırda məhkəmənin nəticəsi nə ilə bağlı oldu? Məhkəmə prosesinə xüsusi ittiham qaydasında iddia vermiş Məmmədov Eldar Mehdiroğlu gəlmədi. Nümayəndəsi buradaydı və məhkəmə təxirə salındı 4 iyun saat 16:30 tarixində. Gəlmədi. Yəni həm iddia eləyir, həm də məhkəməyə gəlmir. Bundan qabaqki proseslərdə də özü iştirak eləmirdi, yoxsa? Bəzi proseslərdə iştirak eləyirdi, bəzilərində eləmirdi. Apellyasiya ilə bağlı olan bu ikinci proses olduğu üçün keçən səfər mən gəlmişdim. Hakimin səhhətindən asazlığı olduğu üçün proses keçirilməsi təxirə salındı. Bu prosesdə də nümayəndəsi gəlmişdi, özü gəlməmişdi. Əvvəlki prosesdə də sizi qane etməyən nə olmuşdu? Məni qane etməyən o olmuşdu ki, əvvəlki prosesdə belə bir hadisə baş verdi. Gəncə şəhər məhkəməsində apellyasiyaya gəlməmişik. Hörmətli sədr Xəqani müəllimi Tağıyevin rəhbərliyi altında keçirilirdi məhkəmə. Mən onlardan baş prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə və digər qurumlara şikayətçi olduğum halda mənim şikayətimə baxılmaya, Abşeron rayon prokurorluğundan, Abşeron rayon polis idarəsinə verilmiş material araşdırılmadan, üzləşmədən, heç bir material, heç bir sənəd tələb olunmadan, heç bir izahat alınmadan, heç bir üzləşmə aparılmadan buradakı xüsusi ittiham qaydasında Gəncə şəhərindəki prosesimiz gedə-gedə mənim şikayətçi olduğum işdən şikayət etdiyim tərəf cinayət işinin rədd olunması qərarını müstəntiq polis mayoru Vüsal Rızayevin cinayət işinin rədd olunması qərarını gətirdi məhkəməyə təqdim elədi. Şikayətçi mən olum. Siz yəni heç bir istintaqa çağırılmadığınız halda rədd dəfələrlə qərarı. müraciət eləmişəm. Müstəntiq bəhanə gətirirdi ki, gəh məhkəmədəyəm, gəh türmədəyəm, gəh başqa yerdəyəm, vaxtım yoxdur, çağıracam. Gedib qapısında yatırdı Abşeron rayon polis idarəsinin, qəbul eləmirdi, yayınırdı. Heç bir araşdırma getmədən, heç bir sübut toplanmadan, heç bir dəlil alınmadan, izahat alınmadan, üzləşmə olmadan. Məhkəmə zalında sadəcə siz həmən rədd qərarı. Mənim şikayət etdiyim işdən şikayətçi olduğum insan mənim şikayətimin cinayət işindən rədd qərarını gətirir və Xəqani müəllimə təqdim edir. Mən də onu məhkəmə zalında gördüm. Qərardan şikayət elədik Abşeron rayon məhkəməsinə. Abşeron rayon məhkəməsi Vüsal Rızayev ilə birlikdə Hacı Ramazanın köməkçisi Məmmədov Eldar, hansı ki məni xüsusi ittiham qaydasından verib indi. Həmin Məmmədov Eldar da gəlmişdi məhkəməyə. Və hakim sual verir müstəntiqə ki, burada yazmışsan ki, Dövlət Təhlükəsizlik Xidmətində araşdırılıb, qərar qəbul edilib. Hanı bu qərarlar? Cinayət işinin rədd olunmasına var. Deyir, elə qərar yoxdur. Deyir, bəs görməmisənsə necə yazmışsan? Əlinlə Eldarı göstərir və deyir ki, o deyib, mən də yazmışam. Özü də gülür. Və orada da cinayət işinin rədd olunması qərarına şikayət təmin edilmədi. Apellyasiya verdi, Sumqayıt apellyasiyada orada da eyni hal baş verdi. Müstəntiq əvəzinə Eldar gəldi məhkəməyə. Müstəntiqin qərarına şikayət verdi, Eldar gəldi məhkəməyə. Aydın. Çox sağ olun.